Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallası qəbul edib. Məlumatı Prezidentin mətbuat xidməti yayıb. İcbari tibbi sığorta üzrə xidmətlər zərfində dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Dəyişikliyə görə sığorta olunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan ambulator şəraitdə göstərilən maqnit rezonant tomoqrafiyası və kompüter tomoqrafiyası xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20% müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək. Paytaxt sakini olan bir qadından sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 800 manat alan şəxs saxlanılıb. Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə pul tələb edən 26 yaşlı Məmmədli tutulub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Ukraynada səfərbərlik müharibə başlayandan qanunvericilikdə nəzərdə tutulduğu kimi hərbi vəziyyətə uyğun olaraq aparılır. Missiya xəbər verir ki, bunu Ukrayna prezidenti Volodymyr Zelenski deyib. O bildirib ki, ölkəsi hazırda müharibə vəziyyətindədir. Ona görə də bizdə səfərbərlik var. Biz istəyirik ki, müharibə bitsin, hər şey bitsin, sakitlik olsun və belə olacağı təqdirdə nə səfərbərlik olacaq, nə də hərbi vəziyyət. Lakin nə qədər ki müharibə var, nə qədər ki qanun var, səfərbərlik də olacaq deyə Zelenski bildirib. Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmşəkindən bir qədər gərgin müzakirə oldu. Bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov deyib. O qeyd edib ki, 30-dan çox sual ətrafında konstruktiv müzakirələr aparılıb. Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan uğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşları və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək. İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir deyə Həsənov bildirib. Bugün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb. Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, müsabiqə qaydalarına görə vakansiya seçimi ilk olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailəsi üzvləri 25 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 27 aprel saat 11:00-da davam edəcək. Qeyd edək ki, növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Azərbaycanın daha 5 cüdoçusu Montenegronun paytaxtı Podgoritsada keçirilən Avropa çempionatında bugün mübarizəyə qoşulacaq. Kişilərdən Zelim Tıçkayev, Ömər Rəcəbli və Murad Fətiyev tatamiyə çıxacaqlar. Qadınlardan isə Günel Həsənli ilə Südəbə Ağayeva qüvvəsini sınayacaq. Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu, 9 kişi, 6 qadın təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.